Və ilk dəfə onda mən artıq başa düşdüm ki, mənim atam sıradan biri deyilmiş. Mən artıq o dönəmlərdə tez-tez evdə getməmişdən qabaqda Heydər Əliyev adını eşitməyə başlamışdım. Yəni ki, mənim o zaman 12 yaşım var idi. Hətta partiya biletlərində də 001 nömrəli partiya bileti Heydər Əliyev də idi, rəhmətli. 002 mərhum mənim atamdaydı. Yəni bir nazir qız olmaq hansı məsuliyyətləri var idi və ya hansı benefitləri də var idi bunun eyni anda? Nazir təyin olunanda ilk axşam evə gələndə otuzdurdu məni, Arzunu. Təbii ki, anamla öz aralarında indi daha onlar dərin söhbətlər edirdilər. Dedi, baxın, nazir məni təyin eləyiblər, sizi yox. Mənim bugünkü həmsöhbətim həkim, cərrah Sevinç Təbrizlidir. Biz işə o qədər aludə oluruq ki, biz həyatın nə olduğunu unuduruq, həyatın getdiyini unuduruq. Hər gün onun o sayğacı yazır, o dayanmır.